Əş-Şüara, Şairlər surəsi Məkkədə nazil olmuşdur. 227 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Tasim Mim. Ta, sin, mim. Bu hərflər Allahla onun Rəsulü arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Amma heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cürdə mütəşabih ayələri vardır. And olsun Tur-i Sinaya, Məkkəyə, and olsun Tuba və Sidr ağaclarına və Muhammed sallallahu aleyhi və aleyhi səlləmə ki, Tilkə əyətul kitabil mubin. Bu surə aşkar və aydınlıq gətirən kitabın ayələridir. Ləalləkə bəxi'un nəfsəkə əllə yəkunu mu'minin. Ya Peyğəmbər, bəlkə sən onlar iman gətirməyəcəklər deyə özünü həlak etmək istəyirsən. İnnə şə'nu nəzzil aləyhim minəs-səmai əyətən fəzallət ə'nəquhum ləhə xadi'in. Əgər istəsək, göydən onlara elə bir nişanə, məcbur edici dəlil və ya xar edici bir əzab nazil edərik ki, onun müqabilində onlar məcburi şəkildə boyun əyib itaət edərlər. وَمَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنَ الرَّحْمَنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ. Onlara rəhman olan Allahdan elə bir yeni öyüd nəsiyyət vasitəsi, surə, moizə, möcüzə gəlməz ki, ondan üz döndərməsinlər. فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ. Beləliklə, həqiqətən onlar bizim ayələrimizi təksib etdilər. Odur ki, istehza etdikləri şeyin xəbərləri tezliklə onlara yetişəcəkdir. Verilən vədləri bərzəxdə ya qiyamətdə başa düşəcəklər. أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ. Bu qədər israrla təksib etdikləri halda, məyər yer üzünə baxıb, orada nə qədər növbə-növ könül oxşayan bitkilər və ağaclar bitirdiyimizi görmədilərmi? İnnə fī zəlikə ləəyəh və mə kənə əksəruhum mu'minin. Həqiqətən bunda bizim tövhidimiz, qüdrətimiz və rəhmətimizə dair bir əlamət vardır. Amma onların əksəriyyəti fitrətlərinin çirkinliyi ucbatından iman gətirməmişlər və bundan sonra da iman gətirməyəcəklər. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ. Həqiqətən sənin Rəbbin intiqam alma və cəza vermə baxımından yenilməz qüdrət və möhlət vermə baxımından mərhəmət sahibidir. وَإِذْ نَادَى رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ. Və ya Peyğəmbər, yada sal, bir zaman Rəbbin Musanı səslədi ki, ged o zalim tayfanın sorağına. قَوْمَ فِرْعَوْنَ أَلَا يَتَّقُونَ.
Firon qövmünün sorağına çox təəccüblüdür, məyər qorxmurlar? قال رب إني أخاف أن يكذبون Musa dedi, ey Rəbbim, doğrusu qorxuram ki, məni təksib etsinlər. ويضيق صدري ولا ينطلق لساني فأرسل إلى هارون Sinəm daralır, sıxılır və danışarkən dilim tutulur. Odur ki, vəh mələyini Haruna göndər, onu mənə köməkçi et. وَلَهُمْ عَلَيَّ ذَنبٌ فَأَخَافُ أَنْ يَقْتُلُونَ Onlarla bağlı boynumda bir günah var, onlardan bir nəfəri öldürmüşəm. Buna görə də risaləti yerinə yetirməzdən öncə məni öldürəcəklərindən qorxuram. قَالَ كَلَّا فَاذْهَبَا بِآيَاتِنَا إِنَّا مَعَكُمْ مُسْتَمِعُونَ Allah buyurdu, belə deyil. Siz ikiniz də bizim ayələrimizi aparın. Şübhəsiz, biz sizinlə birgə Fironun adamlarının nə dediklərini eşidəcəyik. فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ Fironun yanına gedərək deyin, həqiqətən biz aləmlərin Rəbbinin göndərdiyi peyğəmbərlərik. أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ Belə deyin, İsrail övladlarını bizimlə Şama, öz ana vətənimizə göndər. قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ Firon dedi, məyər biz səni uşaqlıq çağında öz yanımızda böyütmədikmi? Ömrünün neçə ilini bizim yanımızda qalmadın mı? وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنْتَ مِنَ الْكَافِرِينَ Sən bizim nemətlərimizə nankörlərdən olduğun halda elədiyin o işi də elədin. Bir kişini öldürdün. قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ Musa dedi, o işi o vaxt edərkən, mən xəbərsizlərdən idim. Xəbərsiz idim ki, bir zərbə bir kəsin ölümünə səbəb ola bilər. فَفَرَرْتُ مِنْكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə peyğəmbərlik, hikmət və şəriət elmi əta etdi. Məni öz peyğəmbərlərindən etdi. وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدتَّ بَنِي إِسْرَائِيلَ Məyər İsrail övladlarını kölə etməyin bir nemətdirmi ki, onu mənə minnət qoyursan? Halbuki, mən də onlardan biri kimi sənin əsarətindəydim. قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَ Firon dedi, aləmlərin Rəbbi nədir? قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا إِن كُنتُم مُّوقِنِينَ Musa dedi, o göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir. Əgər yəqinlik əhli olsanız, gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz. قَالَ لِمَنْ حَوْلَهُ
ألا تستمعون Firon öz ətrafındakilara dedi, onun sözlərinə qulaq asırsınızmı? O necə də mənim sualımı olduğu kimi təkrarlayır. Mən ondan Rəbbin mahiyyətini soruşuram. Musa isə mənə onun işləri haqqında cavab verir. قال ربكم ورب آبائكم الأولين Musa dedi, o sizin də, ulu babalarınızın da Rəbbidir. قال إن رسولكم الذي أرسل إليكم لمجنون Firon dedi, həqiqətən sizə göndərilmiş olan bu Peyğəmbər şübhəsiz divanədir. Mən bir şey soruşuram, o isə başqa şeydən danışır. قال رب المشرق والمغرب وما بينهما إن كنتم تعقلون Musa dedi, o şərqin və qərbin, günəşin doğduğu və qürub etdiyi bütün planetlərin çıxma və batma yerinin və bu ikisinin arasında olan hər bir şeyin Rəbbidir. Əgər düşünsəniz. قال لئن اتخذت إلها غيري لأجعلنك من المسجونين Firon dedi, şübhəsiz, əgər məndən savayı bir tanrı qəbul etsən, mütləq səni həbs etdirəcəyəm. قال أولو جئتك بشيء مبين Musa dedi, hətta sənə açıq aydın bir şey, iddianın doğruluğunu sübut edəcək, aydın və aşkar bir möcüzə gətirsəm də, قال فأت به إن كنت من الصادقين dedi, əgər düz danışanlardansansa, onu gətir görüm. فألقى عصاه فإذا هي ثعبان مبين Beləliklə, Musa öz əsasını atan kimi, əsa qəfildən açıq-aşkar bir əjdaha oldu. Onun əjdaha olduğu tam aydın görünürdü. ونزع يده فإذا هي بيضاء للناظرين Və əlini qoynunun altından çıxardanda, o baxanlara qəflətən göz qamaşdırıcı, ağappaq və nurlu göründü. قال للملأ حوله إن هذا لساحر عليم Firon ətrafındakı əyanlara dedi, həqiqətən bu çox bilikli bir sehirbazdır. يريد أن يخرجكم من أرضكم بسحره فماذا تأمرون Sizi öz sehri ilə torpağınızdan çıxarmaq istəyir. Fikriniz nədir? قالوا أرجه وأخاه وابعث في المدائن حاشرين Dedilər, onun və qardaşının işini təxirə sal və şəhərlərə toplayıcı məmurlar göndər. يأتوك بكل سحار عليم Bütün bilikli sehirbazları sənin yanına gətirsinlər. فجمع السحرة لميقات يوم معلوم Beləliklə, bütün sehirbazlar məlum bir günün müəyyən olunmuş vaxtında, bayram günündə toplandılar. وقيل للناس هل أنتم مجتمعون Camaata onları dəvət edib, sehirbazlara tabi etmək məqsədi ilə deyildi. Siz də yığışacaqsınızmı? لعلنا نتبع السحرة إن كانوا هم الغالبين Əgər sehirbazlar qalib gəlsələr, biz də onlara tabi olaq.
Firavunun tanrılığına və dininə itaət etməyə davam edərik. فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَإِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ Sehirbazlar gəldikdə Firavuna dedilər, əgər qalib gəlsək, bizim üçün bir mükafat olacaqmı? قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَّمِنَ الْمُقَرَّبِينَ Firavun dedi, bəli, və belə olan surətdə mütləq bizim dərgahımıza yaxın adamlardan olacaqsınız. قَالَ لَهُم مُّوسَىٰ أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ Musa onlara dedi, nə atacaqsınızsa atın. فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ Onlar öz iplərini və əsalarını yerə atdılar. Firavuna və öz düzəltdikləri ilan kimi qıvrılan əşyalara çox güvənərək dedilər, Firavunun izzətinə və cəlalına and olsun ki, mütləq biz qalib gələcəyik. فَأَلْقَى مُوسَى عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ Belə olduqda Musa da öz əsasını atdı. O onların düzəltdikləri və nümayiş etdirdikləri həqiqi olmayan şeyləri qəfildən uddu. فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ Sehirbazlar işin əzəmətindən və haqqın qüdrətindən naçar səcdə halında torpağa qapandılar. قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ Dedilər, iman gətirdik aləmlərin Rəbbinə. رَبِّ مُوسَى وَهَارُونَ Musanın və Harunun Rəbbinə. قَالَ آمَنْتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ Firavun dedi, mən sizə izin verməzdən öncə mi ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür. Sizin bu mübarizəniz süni idi. Belə isə tezliklə bilərsiniz. Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz, birini sağdan, birini soldan kəstirib, sizi hamılıqla dar ağacından asacağam. قَالُوا لَا ضَيِّرَ إِنَّا إِلَى رَبِّنَا مُنْقَلِبُونَ Dedilər, bizə heç bir zərəri yoxdur. Çünki biz öz Rəbbimizə doğru dönəcəyik və O hər şeyi yoluna qoyar. إِنَّا نَطْمَعُ أَنْ يَغْفِرَ لَنَا رَبُّنَا خَطَايَانَا أَنْ كُنَّا أَوَّلَ الْمُؤْمِنِينَ Həqiqətən biz umuruq ki, Rəbbimiz ilk iman gətirənlər olduğumuza görə günahlarımızı bağışlasın. وَأَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُمْ مُتَّبَعُونَ Musaya belə vəhy etdik. Mənim bəndələrimi gecə vaxtı çıxart. Çünki siz təqib ediləcəksiniz. Bununla da sizin qurtuluşunuzun və Firavunun adamlarının həlakinin müqəddiməsi hazırlanacaqdır.
فأرسل فرعون في المدائن حاشرين Firon, İsrail övladlarının qaçmasından xəbərdar olduqdan sonra şəhərlərə qüvvələr göndərdi ki, ordu toplasınlar. İnne haulâi leşirzimetun qalilun. O belə deyirdi, həqiqətən bunlar kiçik bir dəstədir. وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ. Və əlbəttə bunlar bizi dəfələrlə itaatsizliklərinə görə qəzəbləndirmişlər. وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَ. Şübhəsiz, biz ayıq-sayıq və hazırlıqlı bir dəstəyik. فَأَخْرَجْنَاهُمْ مِنْ جَنَّاتٍ وَعُيُونَ. Beləliklə biz onları bağlardan və bulaqlardan, وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ. nemət xəzinələrindən, gözəl və dəyərli yerlərdən çıxartdıq. كَذَلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَ. Bizim qüdrət və hikmətimiz belə idi, belə tələb edirdi və onların hamısını İsrail övladlarına irs olaraq verdik. فَأَتْبَعُوهُمْ مُشْرِقِينَ. Beləliklə, Fironun adamları günəş doğduqda onların arxasınca getdilər. فَلَمَّا تَرَاءَى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَى إِنَّا لَمُدْرَكُونَ. O iki dəstə bir-birlərini gördükdə Musanın adamları dedilər, şübhəsiz biz artıq yaxalanmaqdayıq. قَالَ كَلَّا إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينَ. Musa dedi, belə deyildir. Şübhəsiz Rəbbim mənimlədir. Tezliklə mənə nicat yolunu göstərəcəkdir. فَأَوْحَيْنَا إِلَى مُوسَى أَنِ اضْرِبْ بِعَصَاكَ الْبَحْرَ فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ. Sonra Musaya vəhy etdik ki, öz əsanla dənizə vur. Dəniz, əsanın vurulmasıyla 12 yerdən yol kimi bölündü və iki yolun arasında olan hər bir hissə böyük bir dağ kimi oldu. وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَ. O biri dəstəni də, Fironun adamlarını oraya yaxınlaşdırdıq. وَأَنْجَيْنَا مُوسَى وَمَنْ مَعَهُ أَجْمَعِينَ. Musaya və onunla birgə olanların hamısına nicat verdik. ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ. Sonra o biri dəstəni suda qərq etdik. إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُؤْمِنِينَ. Həqiqətən də bunda, bu hekayətdə Allahın tövhidi, qüdrəti, qəzəbi və rəhmətinə dair bir nişanə, ibrət vardır. Onların, müşriklərin əksəriyyəti haqqa iman gətirən deyildilər. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ. Ya Peyğəmbər, həqiqətən sənin Rəbbin tüğyan edənlərin müqabilində qüdrətli və qalib, itaətkarlara qarşı mehribandır. وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَ. Və onlara, müşriklərə, İbrahimin xəbərini və hekayətini söylə. إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَ. O zaman o, atasına və öz tayfasına demişdi, siz nəyə ibadət edirsiniz?
قالوا نعبد أصناما فنظل لها عاكفين. Onlar dedilər, biz bütlərə ibadət edirik və daima onlarla birgəyik. Onların dərgahlarına başımızı qoyuruq. قال هل يسمعونكم إذ تدعون. İbrahim dedi, onları çağırdığınız zaman səsinizi eşidirlərmi və istəyinizi yerinə yetirirlərmi? أو ينفعونكم أو يضرون. Yaxud sizə bir xeyir və ya zərər verirlərmi? قالوا بل وجدنا آباءنا كذلك يفعلون. Dedilər, yox, ancaq atalarımızın belə etdiklərini görmüşük. قال أفرأيتم ما كنتم تعبدون. İbrahim dedi, nəyə ibadət etdiyinizi görürsünüzmü? أنتم وآباؤكم الأقدمون. Sizlər və ulu babalarınız. فإنهم عدو لي إلا رب العالمين. Şübhəsiz, aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdilər, çünki onlar özlərinə ibadət edənləri cəhənnəmli edənlərdir. Aləmlərin Rəbbi isə belə deyildir. الذي خلقني فهو يهدين. Məni yaradan və daim məişət və axirət işlərimdə mənə doğru yol göstərən odur. والذي هو يطعمني ويسقين. Məni yedirdən də, içirdən də odur. وإذا مرضت فهو يشفين. Xəstələndikdə mənə şəfa verən də odur. والذي يميتني ثم يحيين. Məni öldürəcək, sonra dirildəcək odur. والذي أطمع أن يغفر لي خطيئتي يوم الدين. Cəza günü günahımı bağışlamasına ümid etdiyim də odur. رب هب لي حكما وألحقني بالصالحين. Ey Rəbbim, mənə əqli, dini elmlər bəxş et və məni salihlərə qovuşdur. واجعل لي لسان صدق في الآخرين. Mənə gələcək nəsillər arasında gözəl bir ad, xatirə, doğru danışan bir dil və mənə haqqa doğru bir dəvət edən ver. واجعلني من ورثة جنة النعيم. Məni nemətlərlə dolu olan cənnətin varislərindən et. واغفر لأبي إنه كان من الضالين. Atamı bağışla, o azanlardan oldu. Azər, İbrahimin qaynatası və ya əmisi idi. Atası Tarox isə Allahın təkliyinə inananlardan idi. ولا تخزني يوم يبعثون. Məni insanların dirildiləcəyi gün xar etmə. يوم لا ينفع مال ولا بنون. O gün ki, malın və oğulların bir faydası olmayacaq. إلا من أتى الله بقلب سليم. Yalnız fəsadlı əqidələrdən və əxlaqdan salamat, sağlam bir qəlblə Allahın huzuruna gələn kimsədən başqa. وأزلفت الجنة للمتقين. O gün cənnət
təqvalılara yaxınlaşdırırlar. وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ Cəhənnəmdə azğınlara aşkar olar. وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تَعْبُدُونَ Və onlara deyilər, ibadət etdikləriniz hardadır? مِنْ دُونِ اللَّهِ هَلْ يَنْصُرُونَكُمْ أَوْ يَنْتَصِرُونَ Allahın əvəzinə ibadət etdikləriniz sizə kömək edirlərmi? Yaxud əzabı özlərindən dəf edə bilirlərmi? فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ Beləliklə, ibadət etdikləri o tanrılar və azğınlar bir-birinin ardınca üzü üstə atılarlar. وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ İblisin bütün əskərləri də daim onun itaətində olan müşrik, kafir və fasiqlər, İblisin özünün nəsli və balaları da oda sürüklənənlər. قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ Onlar, cəhənnəm əhli bir-birləri ilə davadalaş edən halda öz tanrılarına deyərlər. تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلَالٍ مُبِينٍ Allaha and olsun ki, biz həqiqətən açıq-aşkar yolumuzu azmışdıq. إِذْ نُسَوِّيكُم بِرَبِّ الْعَالَمِينَ Çünki sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq. وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ Bizi yalnız günahkarlar, fəsad törədən alimlər, zalim hakimlər və azğın dostlar azdırdılar. فَمَا لَنَا مِنْ شَافِعِينَ İndi bugün bizim nə bir şəfaət edənimiz, وَلَا صَدِيقٍ حَمِيمٍ nə də mehriban və səmimi bir dostumuz var. فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ Kaş biz bir də dünyaya qayıda biləydik ki, möminlərdən olaydıq. إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُؤْمِنِينَ Həqiqətən də bunda, bu hekayətdə Allahın qüdrəti, qəzəbi və rəhmətinə dair bir nişanə, ibrət vardır. Halbuki onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ Həqiqətən sənin Rəbbin tüğyan edənlərin müqabilində qüdrətli və yenilməzdir. İtaətkarlara qarşı mehribandır. كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ Nuhun qövmü Allahın bütün peyğəmbərlərini təksib etdi. Onların bəzisini təksib etmək, hamısını təksib etmək deməkdir. Yaxud da onlar risalətin özünü inkar etdilər. إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ O zaman qəbilə qardaşları olan Nuh onlara dedi, məyər Allahın qəzəb və əzabından çəkinmirsiniz? إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ Həqiqətən mən sizin üçün etibar olunası bir peyğəmbərəm. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونَ Allahdan qorxun və mənə itaət edin. وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ Mən buna, risalətə görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum
yalnız aləmlərin Rəbbinin öhdəsinədir. فاتقوا الله وأطيعون Belə isə Allahdan qorxun və mənə itaət edin. قالوا أنؤمن لك واتبعك الأرذلون Dedilər, sənə ən rəzil adamlar tabi olduğu halda biz sənə mi iman gətirək? قال وما علمي بما كانوا يعملون Dedi, onların nə etmiş olduqlarından və nə etdiklərindən mənim nə xəbərim var axı? إن حسابهم إلا على ربي لو تشعرون Əgər düşünsəniz, onların hesabı yalnız mənim Rəbbimin öhdəsinədir. وما أنا بطارد المؤمنين Və mən əsla möminləri qovan deyiləm. إن أنا إلا نذير مبين Mən yalnız açıq-aşkar qorxudanam, bir peyğəmbərəm. قالوا لئن لم تنته يا نوح لتكونن من المرجومين Dedilər, ey Nuh, əgər bu dəvətdən əl çəkməsən, mütləq daşqalaq olunanlardan olacaqsan. قال رب إن قومي كذبون Dedi, ey Rəbbim, həqiqətən qövmüm məni təksib etdi. فافتح بيني وبينهم فتحا ونجني ومن معي من المؤمنين Odur ki, mənimlə onların arasında aydınlaşdıran bir hökm çıxar. Mənə və mənimlə birgə olanlara nicat ver. فأنجيناه ومن معه في الفلك المشحون Beləliklə onu və onunla birlikdə insanlar, heyvanlar və azuqə ilə dolu olan gəmidəkiləri xilas etdik. ثم أغرقنا بعد الباقين Onların nicatından sonra qalanların hamısını suda qərq etdik. إن في ذلك لآية وما كان أكثرهم مؤمنين Həqiqətən də bunda, bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair bir nişanə, ibrət vardır və onların əksəriyyəti haqqa iman gətirən deyildilər. وإن ربك لهو العزيز الرحيم Həqiqətən sənin Rəbbin tüğyankarlara qarşı qüdrətli və qalib, itaətkarlara qarşı mehribandır. كذبت عاد المرسلين Ad qövmü də, Hud qövmü Allahın peyğəmbərlərini təksib etdi. إذ قال لهم أخوهم هود ألا تتقون O zaman qəbilə qardaşları Hud onlara dedi, məyər şirk və küfürdən çəkinmirsiniz? إني لكم رسول أمين Həqiqətən mən sizin üçün etibar olunası bir peyğəmbərəm. فاتقوا الله وأطيعون Belə isə Allahdan qorxun və mənə itaət edin. وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين Mən buna, risalətə görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir. أتبنون بكل ريع آية تعبثون Siz hər bir uca məkanda əbəs yerə və əyləncə xatirinə bir bina ucaldıb, var dövlət nişanəsi mi edirsiniz? وتتخذون مصانع لعلكم تخلدون Cah-cəlallı qəsrlər və su hövzələri və hovuzlar tikirsiniz,
sanki əbədi qalacaqsınız? وَإِذَا بَطَشْتُمْ بَطَشْتُمْ جَبَّارِينَ Və birini yaxaladıqda ona zülmkarcasına cəza verirsiniz. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونَ Belə isə Allahdan qorxun və mənə itaət edin. وَاتَّقُوا الَّذِي أَمَدَّكُم بِمَا تَعْلَمُونَ Qorxun o kəsdən ki, bildiyiniz şeylərlə sizə kömək etdi. أَمَدَّكُم بِأَنْعَامٍ وَبَنِينَ Sizə heyvanlar və oğullar əta etməklə kömək etdi. وَجَنَّاتٍ وَعُيُونَ Həmçinin bağlar və bulaqlarla kömək etdi. إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ Həqiqətən mən böyük günün sizə çatacaq əzabından qorxuram. قَالُوا سَوَاءٌ عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُنْ مِنَ الْوَاعِظِينَ Dedilər, nəsiyyət etsən də, öğüd verənlərdən olmasan da, bizim üçün birdir. إِنْ هَذَا إِلَّا خُلُقُ الْأَوَّلِينَ Bu, Allaha və axirətə dəvət, keçmişdə nübüvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. Biz onu qəbul etmədik. Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz, bizim keçmiş ata-babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz, bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab-kitab adlı bir şey olmayacaqdır. وَمَا نَحْنُ بِمُعَذَّبِينَ Bəs axirət aləmi olmadığı üçün bizə əsla əzab verilməyəcəkdir. فَكَذَّبُوهُ فَأَهْلَكْنَاهُمْ إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُؤْمِنِينَ Beləliklə onu, Hudu təksib etdilər və biz də onları həlak etdik. Həqiqətən bunda, bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair bir nişanə, ibrət vardır və onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ Həqiqətən sənin Rəbbin, tüğyan edənlərin müqabilində qüdrətli və qalib, itaətkarlara qarşı mehribandır. كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَ Səmud qövmü də Allahın bütün peyğəmbərlərini təksib etdi. إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَ O zaman onların qəbilə qardaşları Salih onlara dedi, məyər şirk və küfrdən çəkinmirsiniz? إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ Həqiqətən mən sizin üçün etibar olunası bir peyğəmbərəm. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونَ Belə isə Allahdan qorxun və mənə itaət edin. وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ Mən buna, risalətə görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir. أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَ Güman edirsiniz ki, burada olanların içində, şəxsi mühitdə və dünyəvi yaşayışda əmin-amanlıqla başlı-başına buraxılacaqsınız? فِي جَنَّاتٍ وَعُيُونَ Bağlar və çeşmələr içində, وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ
əkinlər və nizamlı, nazik və lətif çiçəkləri olan xurma ağacları içində, وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ məharətlə və təkəbbürlə dağlardan evlər yonub düzəldirsiniz, فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونَ nəhayət Allahdan qorxun və mənə itaət edin. وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ İsraf edənlərin, həddini aşanların əmrinə tabi olmayın. الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ O kəslər ki, yer üzündə fəsad törədər və heç vaxt islah etməklə məşğul olmazlar. قالوا إنما أنت من المسحرين Dedilər, həqiqətən sən cadu olunmuşlardansan. ما أنت إلا بشر مثلنا فأت بآية إن كنت من الصادقين Sən yalnız bizim kimi bir insansan, əgər doğru danışanlardansansa, bir ayə və möcüzə gətir. قال هذه ناقة لها شرب ولكم شرب يوم معلوم Sonra Salihin duası ilə dağdan dişi bir dəvə çıxdı və Salih dedi, bu dişi bir dəvədir, bu bulağın suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir. ولا تمسوها بسوء فيأخذكم عذاب يوم عظيم Ona heç bir ziyan yetirməyin ki, böyük günün əzabı sizi yaxalayar. Dünyada hamılıqla əzab və ya qiyamət əzabı. فعقروها فأصبحوا نادمين Amma onlar dəvəni tutub kəstilər. Sonra isə peşman oldular. فأخذهم العذاب إن في ذلك لآية وما كان أكثرهم مؤمنين Beləliklə, vəd olunmuş əzab onları yaxaladı. Həqiqətən bunda, bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair bir nişanə, ibrət vardır. Onların əksəriyyəti haqqa iman gətirən deyildi. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ Həqiqətən sənin Rəbbin tüğyankarlara qarşı qüdrətli və qalib, itaətkarlarla mehribandır. كذبت قوم لوط المرسلين Lutun qövmü də Allahın peyğəmbərlərini təksib etdi. إذ قال لهم أخوهم لوط ألا تتقون O zaman qəbilə qardaşları Lut onlara dedi, bu şirk və küfrünüzdən çəkinmirsinizmi? إني لكم رسول أمين Həqiqətən mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm. فاتقوا الله وأطيعون Odur ki, Allahdan qorxun və mənə itaət edin. وما أسألكم عليه من أجر إن أجري إلا على رب العالمين Mən bunun, risalətin müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir. أتأتون الذكران من العالمين Siz bu dünyadakı insanlardan yalnız erkəklərlə mi yaxınlıq edirsiniz? وتذرون ما خلق لكم ربكم من أزواجكم بل أنتم قوم عادون
və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edirsiniz? Günahınız kiçik deyil. Siz xilqət və fitrət yolundan, şəriət çərçivəsindən həddi aşan tayfasınız. قالوا لئن لم تنته يا لوط لتكونن من المخرجين. Onlar dedilər, ey Lut, əgər bu sözlərindən əl çəkməsən, mütləq sürgün olunanlardan olacaqsan. قال إني لعملكم من القالين. Lut dedi, şübhəsiz, mən sizin bu əməlinizlə düşmən olanlardanam. رب نجني وأهلي مما يعملون. Ey Rəbbim, mənə və ailəmə bunların gördüyündən, əməlin cəzasından nicat ver. فنجيناه وأهله أجمعين. Sonra ona və bütün ailəsinə nicat verdik. إلا عجوزا في الغابرين. Yalnız vəd olunmuş əzabda qalanlardan olan qoca bir arvaddan, Lutun zövcəsindən başqa. ثم دمرنا الآخرين. Sonra da o birilərini məhv etdik. وأمطرنا عليهم مطرا فساء مطر المنذرين. Onların başlarına daşdan bir yağış yağdırdıq. Xəbərdarlığa əhəmiyyət verməyən, qorxudulanların yağışı pis bir yağış idi. إن في ذلك لآية وما كان أكثرهم مؤمنين. Həqiqətən bunda, bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair bir nişanə, ibrət var və onların əksəriyyəti haqqa iman gətirən deyildi. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ. Həqiqətən sənin Rəbbin tüğyankarlara qarşı qüdrətli və qalib, itaətkarlarla mehribandır. كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ. Əykə cəmaatı da Allahın bütün peyğəmbərlərini təksib etdi. إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ. O zaman Şüeyb onlara dedi, küfür və şirkinizdən çəkinmirsinizmi? إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ. Həqiqətən mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونَ. Odur ki, Allahdan qorxun və mənə itaət edin. وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ. Mən bunun, bu risalətin müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir. أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ. Alış-veriş zamanı tərəzi qabını dolu verin. Ölçüdə düz olun. Ziyan vuranlardan olmayın. وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ. Düzgün tərəzi ilə çəkin. وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ. İnsanların mallarını əskik verməyin və yer üzündə fəsad törədən hərəkət etməyin. وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ. Sizi və sizdən öncəki qövmləri yaradandan qorxun. قَالُوا إِنَّمَا أَنْتَ مِنَ الْمُسَحَّرِينَ. Onlar, həqiqətən sən cadu olunmuşlardansan dedilər.
وَمَا أَنْتَ إِلَّا بَشَرٌ مِثْلُنَا وَإِنْ نَظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ Sen yalnız bizim kimi bir insansan. Həqiqətən biz səni yalançılardan hesab edirik. فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِنَ السَّمَاءِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ Və istehza məqsədi ilə dedilər, əgər doğru danışanlardansansa, onda göyün parçalarını üstümüzə indir. قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ Şüeyb dedi, mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir. Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir. فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ Beləliklə onu, Şüeybi təksib etdilər və buludlu günün əzabı onları yaxaladı. Başlarına o dəliyən, alov saçan buludun kölgəsində idilər. Həqiqətən o, böyük bir günün əzabı idi. İnne fî zâlike leâye ve mâ kâne ekseruhum mu'minin. Həqiqətən bunda, bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair bir nişanə, ibrət vardır. Onların əksəriyyəti haqqa iman gətirən deyildi. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ Həqiqətən sənin Rəbbin tüğyankarlara qarşı qüdrətli və qalib və itaətkarlarla mehribandır. وَإِنَّهُ لَتَنْزِيلُ رَبِّ الْعَالَمِينَ Şübhəsiz bu Qur'an, aləmlərin Rəbbinin nazil etdiyidir. Onun əzəli elmindən lövh-ü məhfuza və oradan da Cəbrailin, Ruhul Əminin hafizəsinə nazil olmuşdur. نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينَ Ruhul Əmin, Cəbrail onu indirdi. عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ Qorxudanlardan, peyğəmbərlərdən olasan deyə sənin qəlbinə nazil etdi. بِلِسَانٍ عَرَبِيٍّ مُبِينٍ Onu açıq aydın ərəb dilində nazil etdi. وَإِنَّهُ لَفِي زُبُرِ الْأَوَّلِينَ Həqiqətən də bu kitabın adı, vəzifəsi və gətirənin adı keçmişdəkilərin, əvvəlki peyğəmbərlərin kitablarında gəlmişdir. أَوَلَمْ يَكُنْ لَهُمْ آيَةً أَنْ يَعْلَمَهُ عُلَمَاءُ بَنِي إِسْرَائِيلَ Məyər Bəni İsrail alimlərinin bundan, bu kitabdan və onun vəsflərindən tamamilə xəbərdar olmaları, onlar Məkkə müşrikləri üçün sübut və nişanə deyilmi? وَلَوْ نَزَّلْنَاهُ عَلَى بَعْضِ الْأَعْجَمِينَ Əgər bunu, bu kitabı bütünlüklə bəzi əcəmlərə, ərəb olmayanlara, başqa bir dildə nazil etsəydik, فَقَرَأَهُ عَلَيْهِمْ مَا كَانُوا بِهِ مُؤْمِنِينَ Qur'anı Peyğəmbər ya o əcəm onlara oxusaydı, əsla ona iman gətirməzdilər və deyərdilər, əcəm dilində olan Qur'an hara, ərəb milləti hara. كَذَلِكَ سَلَكْنَاهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ Biz onu belə xoşa gəlməz və batil düşündükləri halda Məkkə günahkarlarının qəlblərinə beləcə yeritdik.
لا يؤمنون به حتى يروا العذاب الأليم. Ölüm, bərzəx ya qiyamətin ağrılı əzabını görməyincə ona iman gətirməyəcəklər. فَيَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ. Bu əzab onlara qəflətən, özləri də bilmədən gələr. فَيَقُولُوا هَلْ نَحْنُ مُنْظَرُونَ. Sonra təəssüf və peşmançılıqla deyərlər, görəsən bizə bir möhlət veriləcəkmi? أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ. Belə olduqda məzəmmət məqsədi ilə deyilər, bizim əzabımıza mı tələsirdilər? أَفَرَأَيْتَ إِن مَّتَّعْنَاهُمْ سِنِينَ. Ya Peyğəmbər, xəbər ver, əgər onları illərlə dünya həyatından bəhrələndirsək, ثُمَّ جَاءَهُم مَّا كَانُوا يُوعَدُونَ. sonra da vəd olunduqları əzab onlara yetişsə, مَا أَغْنَى عَنْهُم مَّا كَانُوا يُمَتَّعُونَ. onlara verilmiş olan nemətlər Allahın əzabından nəyi onlardan dəf edə bilər? وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا لَهَا مُنْذِرُونَ. Biz cəza olaraq qorxudanlar, peyğəmbərlər, yaxud onların canişinləri olmayan heç bir cəmiyyəti məhv etmədik. ذِكْرَى وَمَا كُنَّا ظَالِمِينَ. Cəmiyyətə bir öyüd nəsiyyət olsun deyə, dəvət kamil və dəlil sübut tamam olsun deyə. Əks təqdirdə onları məhv etmək zülm olardı. Biz heç vaxt zülmkar olmamışıq. وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينَ. Bunu, Qur'anı əsla şeytanlar bizim peyğəmbərimizə nazil etməmişlər. وَمَا يَنبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ. Və bu, əzəmətli və müqəddəs iş onlara, zaten şər və fəsad mənbəyi olan şeytanlara layiq deyildir. Bu işin müqəddəsliyinə, öz zatlarının da xəbisliyinə görə onların buna qüdrətləri çatmaz. إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَ. Şübhəsiz, göyün qapıları üzlərinə qapalı olduğuna görə, onlar Allah kəlamını eşitməkdən kənarlaşdırılmışlar. فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ. Allahla yanaşı başqa bir tanrı çağırma ki, əzaba düçar edilənlərdən olarsan. وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ. Və əvvəlcə yaxın qohumlarını qorxut və xəbərdarlıq et. وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ. Və öz mehr, məhəbbət və təvazökarlıq qanadını möminlərdən sənə tabi olan hər bir kəsin üzərinə indir. Cəzbedici çətirini onların başları üzərində aç. فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ. Əgər sənə itaətsizlik etsələr de, mən sizin etdiklərinizdən, sizin çirkin və batil işlərinizdən uzağam. وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ. Və o qadir, qalib və mehriban Allaha təvəkkül et. الَّذِي يَرَاكَ حِينَ تَقُومُ. O Allaha ki, səni namaza, ya hər hansı bir xeyir işə duranda görür. وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ. Və həmçinin səcdə edənlər arasında qiyam, rükü və səcdə hərəkətlərini görür.
إنه هو السميع العليم. Çünki o, eşidən və biləndir. هل أنبئكم على من تنزل الشياطين Şeytanların kimə, o əsrin kahinləri kimi nazil olduğunu sizə xəbər verimmi? تنزل على كل أفاك أثيم. Onlar hər bir yalançı, böhtançı və günahkara nazil olarlar. يلقون السمع وأكثرهم كاذبون. Uca məqamdan eşitdiklərini onlara təlqin edərlər və əksəriyyəti yalancıdır. والشعراء يتبعهم الغاوون. Peyğəmbər şair deyildir. Şairlərə yalnız azğınlar tabe olarlar, uyarlar. ألم تر أنهم في كل واد يهيمون. Məyər görmədinmi ki, onlar hər bir vadidə, xəyallar aləmində dərbədərdilər? وأنهم يقولون ما لا يفعلون. Və onlar özləri etmədikləri şeyləri deyirlər. إلا الذين آمنوا وعملوا الصالحات وذكروا الله كثيرا وانتصروا من بعد ما ظلموا وسيعلم الذين ظلموا أي منقلب ينقلبون. Amma iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan, Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən sonra onların rəddi üçün şeirlər yazmaqla intiqam alanlardan başqa, zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar.